qoyun cinslərindən söhbət düşəndə deyirlər ki, yerli cinslər çox daha yağlı olur, ləzzətli olur. Bunu nəyə əsasən deyirlər? Toylarda ya da böyük ziyafətlərdə kababı yaxşı olur deyə. Müəyyən qədər razıyam. Amma millət hər gün kabab yemir də. İnsanlar yemək bişirəndə ət lazım olur. Qoyunun əti azdır. Yəni sümükdür, bir də yağdır. O yağ da bişdikcə əriyir. İnsanlar evdə yemək bişirməyi nə edirlər? Mal əti alırlar. Qoyun əti olsa da biraz mal əti alırlar ki, qarışdırıb bir yerdə bişirsinlər. Ona görə biz məsələn Romanov cinsi haqqında danışanda onu deyirdik ki, bu heyvanın əti daha çoxdur, yağı azdır, quyruqsuzdur və s. Bu məsələnin ikinci tərəfi var ki, yağsız olsun deyə nə edirlər? Körpü quzu kəsirlər. Bax məsələn bu balaca 2-3 aylıq quzudur. Belə heyvanları kəsirlər ki, yağsızdır, yumuşaqdır, tez bişir, rahat yeyilir, ləzzətlidir və s. da. Yəni biz adətən kəsəndə mütləq gözləyirik müəyyən yaşa çatsın, yetişmiş olsun. Bəzi qoyun cinsləri ümumiyyətlə o ət verməyə başlaması üçün Romanovu keçən videoda demişdim. 1 yaşından sonra başlayır ət yığmağa. Yaş yarım olanda canlı ağırlıq 100 kiloya çata bilir. Yəni bu tərəfdən yerli qoyun cinsini tərifləyib, o bir tərəfdən də yağ problemini həll etmək üçün körpə quzuların kəsilməsi biraz doğru deyil. Yerli qoyun cinsləri haqqında demək istədiyim 1-2 məsələ də var. Onları da növbəti videoda bizdə Romanovla yerlinin qarışığı bir quzu var. Onu göstərib üzərində əyanı izah eləyəcəyik. Növbəti videoda danışacağıq. Bizi izləyin.